Tamam, xoş gördük sizləri. Bugünkü mövzumuz düzənliklər və okean dibinin relyefi olacaq. Birinci növbədə baxaq düzənlik nədir? Düzənlik deyirik ki, qurunun hamar və ya təpəli səthi olan geniş sahələrinə düzənliklər deyilir. Düzənliklər əsasən platforma sahələrinə uyğun gəlir, amma geosiqnala uyğun gələn hissələr də var. Deməli neymiş? Düzənliklər həm platformada yayılıb, həm də geosiqnalda yayılıb. Düzənliklər mütləq hündürlüyünə görə 3 qrupa ayrılır. Hündürlüyü 200 metrə qədər olan ərazilər ovalıq, hündürlüyü 200-500 metr arasında yerləşənlər yüksəklik və hündürlüyü 500 metrdən çox olanlar isə yaylı adlanır. Hündürlüyünə görə 3 qrupa ayrıldı. Dünyanın ən böyük düzənliklərindən biri də Amazon ovalığıdır. Ən nəhəng düzənliklərindən biridir. Və ən böyük yaylalarından biri də platform üzərində yerləşən yaylalarından biri də Braziliya yaylasıdır. Düzənliklər ümumiyyətlə mənşəyinə görə iki cür olur. Denudasyon mənşəli düzənliklər və akkumulyativ mənşəli düzənliklər. Denudasyon mənşəli düzənliklər deyəndə bunlara əsasən yaylalar uyğun gəlir. Yer səthindəki bütün yaylalar denudasyon mənşəli düzənliklərə uyğun gəlir. Akkumulyativ mənşəli düzənliklər deyəndə isə yer səthindəki ovalıqlar uyğun gəlir. Ovalıqlar akkumulyativ mənşəli düzənlikdir. Yəni akkumulyativ mənşəli düzənliklərdə qalındır çökmə süxur təbəqəsi. Çökmə süxur qatı qalın olduğuna görə burada çökmə mənşəli faydalı qazıntılar zəngindir. Akkumulyativ mənşəli düzənlər çökmə süxur qatı ilə zəngindir və çökmə süxur qatı qalın olduğuna görə çökmə mənşəli faydalı qazıntılar yayılıb. Haraya uyğun gəldi? Bütün ovalıqlarımız akkumulyativ mənşəli düzənliklərdir. Denudasyon mənşəli yayladır. Yaylılarda əsasən kristalik süxurlar səthə yaxın yerləşdiyinə görə, yəni filiz mənşəli faydalı qazıntılardan daha zəngindir. Bu düzənliklərin mənşəyinə görə növləri oldu. Bu isə hündürlüyünə görə növləri oldu. Daha sonra gəlin bu hündürlüyünü bir həftədə açaq. Dünya okeanı səviyyəsindən, yəni dünya okeanı səviyyəsi 0 metrdir. 0 metrdən aşağıda yerləşən ərazilər çökəkliklər adlanır. Okean səviyyəsindən aşağıda olan ovalıqlar və yaxud da düzənliklər çökəkliklər adlanır deyirik. Var misal üçün dünyada ən dərin çökəkliklərdən deyək. Ən dərin çökəkliyi Asiyada yerləşən Ölü dənizdə yerləşən Qılxor çökəkliyidir. Qırxor çəhrayının dərinliyi mənfi 402 metrdir. Asiyada Ölü dənizinin ərazisində yerləşir. Sonra Asiyada var, bunlar Asiya üçün qeyd edirəm. Asiyada var Turfan çökəkliyi Xəzər sahilində. Turfan çökəkliyinin dərinliyi mənfi 155 metrdir. Mənfi 155 metr dərinliyə gedir. Sonra var Asiyada Qazaxıstanın ərazisində Karagiye çökəkliyi var. Karagiye. Mənfi 132 metr dərinliyə malikdir Karagiye çökəkliyi. Sonra gəldik Afrikanın ən dərin yeri, ən aşağı, yəni çökəkliyi olan yeri Assal çökəkliyidir. Assal mənfi 155 metr dərinliyə malikdir. Bundan başqa Misirin ərazisində Qattara çökəkliyi var Afrikada. Qattara mənfi 132 metr dərinliyə malikdir. Bu Afrikaya aiddir. Bu Asiyaya aid oldu. Sonra var Şimali Amerikada. Şimali Amerikada ən dərin yer Ölüm dərəsidir. Bunları növbəti xəritələrdə göstərəcəm yerlərin. Çökəklərdən naşıq deyə göstərirəm. Ölüm dərəsi Şimali Amerikada. Mənfi 86 metr dərinliyə malikdir. Cənubi Amerikada ən dərin yer deməli Valdesdir. Mənfi 42 metr. Valdes mənfi 42 metr. Daha sonra Avstraliyanın ərazisində var, Avstraliyada. Eir çökəkliyi, Eir gölünün sahilində yerləşir elə. Eir çökəkliyi mənfi 16 metr dərinliyə malikdir. Bunlar nədir? Mənfidir. Mənfi nədir? 0 metrdən aşağı. Deməli dedik ki, okean səviyyəsindən, yəni 0 metrdən aşağıda yerləşən ərazilər adlandı çökəkliklər. Dünyanın ən dərin çökəkliyi də oldu Qırxor çökəkliyi, mənfi 402 metr Ölü dənizinin ərazisində yerləşir. Daha sonra ovalıqlar dedik ki, adlandırdıq ki, hündürlüyün 200 metrə qədər olan hissələrdir okean səviyyəsində. Gəlin baxaq dünya üzrə ovalıqlarımıza. Ən böyük ovalığımız da dedik ki, Amazon ovalığıdır. İndi gəlin qitələr üzrə ərazilərə baxaq. Baxırıq. Padan ovalığı geosiqnalda yerləşən ovalıqdır. Orta Dunay ovalığı, aşağı Dunay ovalığı geosiqnal üzərində yerləşən ovalıqlardır. Sonra Kolxida ovalığı var Gürcüstanın ərazisində geosiqnalda yerləşən ovalıqdır. Daha sonra platformada yerləşən ovalıqlarımız. Almaniya Polşa ovalığıdır, platformadadır. Şərqi Avropa düzənliyi platformadadır. Meseta bu artıq yayladır. Yaylada ikinci qrupa aid idi. Hündürlüyü 200-500 metr arasında olanlar. Meseta yaylası
və Anadolu yaylası. Bunlar da geosignalda yerləşən düzənliklərdir. Yaylalar özləri də iki cür olur. Bir platform ərazisində yerləşən yaylalar var, bir də dağlıq yerlərdə yerləşən yaylalar var. Dağlıq yaylalar nisbətən daha hündür olur, amma platformada yerləşən yaylalar isə alçaq olur. Daha sonra keçək növbəti slayda Asiyadakı düzənliklərimizə baxaq. Deməli, Asiyada e, böyük Mesopotamiya balığı var. İran yaylası var. İran yaylası geosignalda yerləşir. Tibet yaylası geosignalda yerləşir. Platformada yerləşir. Hind qanqo balığı, Dekan yaylası platformada yerləşir. Böyük Çin düzənliyi platformada yerləşir. Qərbi Sibir düzənliyi, Orta Sibir yaylası ən böyük düzənliklərdəndir. Bunlar da platformada yerləşən düzənliklərdir. Xəzər sahilində yerləşən Turano balığı, ə, daha sonra bayaqlar çökəklik dedik. Turfan çökəkliyi Xəzər sahilində baxın bu hissədə yerləşir təqribi -155 metr. Sonra Qazaxıstanın ərazisində bu hissədə Katara Karagiya çökəkliyi var -132 metr. Sonra Ölü dənizin sahilində dedik ki, Qıxor çökəkliyi var -402 metr. Onlar da bu ərazilərdə yerləşirlər. Deməli. Daha sonra keçək o birisi Şimali Amerika qitəsinin materikinə baxaq. Şimali Amerika materikində nisbətən hündürdə yerləşir, geosignalda yerləşir, böyük hövzə yaylası var, Colorado platosu var, Meksika yaylası var. Sonra burada yuxarıda Yukon yaylası olmalı idi. Bunlar geosignalda yerləşən düzənliklərin nümunədir. Ovalıqlardan platformada yerləşən Meksika sahili ovalıq, Atlantik sahili ovalıq, mərkəzi düzənliklər hündürdə yerləşən yaylaqdır. Deməli, Kanada qalxanı bunlar platformanın qalxan sahillərinə uyğun gəlir. Böyük düzənliklər daha sonra nisbətən hündürlüyü yüksəkdir. Plato nədir? Lavrenti platosu. Plato daha hündürdə yerləşən yaylalardır. Onlar prosto ən hündür hissələri daha çox hamarlaşıb. Ona görə biz bunlara platolar deyirik. Misal üçün var dünyada plato olaraq Üsküd platosunu göstərə bilərik. Bayaqlar Meseta yaylası dedik. O da Meseta platosudur. Colorado platosunu nümunə göstərə bilərik. Plato hündürdə yerləşən yaylardır. Yayların hündürlüyü niyə yüksəkdir? Onlar qədim dağların yerində yaranıblar. Onlar nisbətən hamarlaşdıqca hündürlükləri azalır. Ona görə artıq onları yayla adlandırırıq. Məsələn, dünyada ən hündür yayla var ki, Tibet yaylası 5000 metrdən yüksəkdir hündürlüyü. Daha sonra Cənubi Amerikadakı düzənliklərimizə baxaq. Deməli, burada platformada yerləşir düzənliklərimiz əsasən Orinoco balığı, Qviana yaylası, Amazon ovağı dünyanın ən böyük ovalıqdır. Platformada yerləşirlər. Braziliya yaylası qədim ərazidir. La Plata ovalığı. Bir də burada Patagoniya yaylası geosignalda yerləşən düzənliklərə aiddir və Altiplano'dakı Boliviya ilə Çilinin sərhəddində Ant dağları sanki ayrılır. Həmin yerdə relyef forması yaranır. Buna deyirik Altiplano. Altoplanoda deyirik ki, ağac bitkiləri yoxdur. İnşallah qitələrin relyefini keçəndə bunu daha aydın şəkildə görəcəyik orada. Daha sonra Afrikanın düzənliklərinə baxaq. Deməli, Afrikada deməli Konqo hövzəsi var. Ən rütubətli yerlərdən biridir. Sonra Şərqi Afrika yaylası var. Hündürlüyü yüksəkdir. Efiopiya yaylası, Kalahari səhrası. Bunların hamısı platformada yerləşən ərazilərdir. Sonra dünyanın ən böyük səhrası yerləşir burada. Böyük səhra. Bir neçə səhra yerləşir. Liviya səhrası, Nubiya səhrası, Namib səhrası. Bu ərazilərdə yerləşir. Daha sonra Avstraliyanın düzənliklərinə baxaq. Avstraliyada bu ərazinin Nollar Bor düzənliyi yerləşir. Sonra Murray hövzəsi çay sahilində Murray düzənliyi, böyük arteziyan hövzəsi var burada. Ən böyük yeraltı sular burada yerləşir Avstraliyada. Səhralarımızdan tropik xəttindən, şimal tropik xəttindən, yəni yuxarıda yerləşən yeganə səhra böyük qumlu səhrasıdır ki, tropik işıqlanma qurşağında yerləşir. Digərləri isə mülayim işıqlanma qurşağıdır. Hipson səhrasıdır, Sipson səhrasıdır, Viktoriya səhrasıdır. Bunlar da mülayim işıqlanma qurşağında yerləşən səhralardır. Yeganə səhra böyük qumlu səhrasıdır ki, Avstraliyada tropik işıqlanma qurşağına düşür. Bunlar bizim düzənliklərimizlə bağlı deməli olduğumuz hissələrdir. Düzənliklərimizdən əsas o çökəkliklərini əzbərləyirik. Bir də ki, geosignalda yerləşən yaylalara, ovalıqlara diqqət edirik. Daha sonra gəldik okean dibinin relyefinə. Okean dibinin də özünə məxsus quruluşu var. Deməli, birinci hissəmiz yerləşir
Materik dayazlığı və yaxud da şef zonası adlandırırıq. Hündürlüyü 200 metrə qədər, daha doğrusu dərinliyə doğru 200 metrə qədər olan hissələri əhatə eləyir. Şef zonası əsasən çökmə faydalı qazıntılar meyilliyi az olduğuna görə çökmə məşəli suxurlar daha çox toplanıb. Ona görə burada çökmə məşəli faydalı qazıntılar, neft, qaz daha zəngindir. Xüsusən də Şimal Buzlu Okeanı sahilində şef zonası daha geniş ərazini əhatə eləyir. Daha sonra ikinci hissə gəlir materik yamacı. Materik yamacı 200 metrdən 1500 metrə qədər olan hissəni əhatə edir. Materik yamacında meyilli artıq çoxalır. Ona görə çökmə suxur qatı nazikləşir. Amma hələ də var. Materik dayazlığı, materik yamacı hər ikisində qranit təbəqəsi mövcuddur. Hər ikisində çökmə mənşəli faydalı qazıntı var. Sadəcə şef zonasında daha çoxdur, meyilli az olduğuna görə. Materik yamacında isə artıq üzü aşağıya doğru hərəkət olduğuna görə meyilli çoxalır. Ona görə çökmə suxur qatı nazikləşir. Daha sonra 1500 metrdən 3000 metrə qədər olan hissəni əhatə edir materik ətəyi. Materik ətəyi materiklə okean arasında keçid zonanı əhatə edir. Artıq burada qranit təbəqəsi yoxa çıxır. Qranit təbəqəsi yoxdur. Materiklə okean arasında keçid zonanı əhatə edir. Sonra gəlir okean yatağı və ya abissal düzənliklər. Okean dibinin ən hamar hissələridir bu hissələr. 3600 metr dərinlikləri əhatə eləyir. Bura abissal düzənliklərə başqa cürə okean platformaları da adlandırırıq. Ən nəhəng düzənliklərdə okeanlarda yerləşən. Sonra var okean novları. Okean novları subduksiya prosesi nəticəsində əmələ gələn dərin və ensiz çökəkliklərdir. Əsas dərinliyi 6000-11000 metr dərinlik arasında malikdir. Okean novlarına misal üçün göstərə bilər. Dünyanın ən dərin novu olan Marian novu Sakit Okeanda yerləşir. Marian novu 11022 metr. Daha sonra Hind okeanında yerləşən Zond çökəkliyini göstərə bilərik. Zond novu. Hündürlüyü, dərinliyi daha doğrusu 7729 metr dərinliyə malikdir. Sonra Atlantik okeanında yerləşən Puerto Rico çökəkliyini göstərə bilərik. Puerto Rico novunu. Deməli, bu novun dərinliyi də 8742 metrdir. 8742 metr. Şimal Buzlu Okeanda Qrenlandiya dənizinin ərazisinə düşür həmin ərazi. Deməli, hündürlüyü də 5550 metr olmalıdır təqribi. Bunlar okeanların ən dərin yerləridir. Bir də bunlardan başqa okeanlarda da çökəklik var. Misal üçün, Hind okeanında var. Daha doğrusu Şimal Buzlu Okeanda var, Nansen çökəkliyi var, Amundsen çökəkliyi var, Hind okeanında var, Krozi çökəkliyi var. Yəni çökəkliklər çoxdur. Məsələn, Sakit Okeanda Mariandan başqa Filippin çökəkliyi var. Çökəkliklərimiz çoxdur. Prosta ən dərinliyini daha yaxşı yadımızda saxlayırıq. Və okean dibinin relyefine aid olan orta okean silsilələri. Orta okean silsilələri okeanda yüksələn hündür dağlardır ki, bu okean dibində yerləşən dağlardır ki, bunlar da iki okean tipli litosfer təvazunun ayrılma zonasında yaranır. Misal üçün, Şimal Atlantik silsiləsi var, Cənub Atlantik silsiləsi var, Hind-Ərəb silsiləsi var Hind okeanında. Sonra Lomonosov, Mendeleyev, Hekkel silsilələri var Şimal Buzlu Okeanda. Yəni nümunə göstərə bilərik bunlara. Bir də burada bunların sahili boyunca yaranan dərələr var. Bunlar da rift dərələri adlanır. Rift dərələri geosignal zonada yerləşən ərazilərdir, rift dərələrdir. Orta okean dağlarının su harici boyunca uzanan dərələrdir. Okean tipli tavalarının ayrılması nəticəsində yaranır bunlar da. Deməli, burada əsas yadımızda saxladıq. Qranit qatı harda yoxa çıxdı? Materik ətəyində. Harda qranit qatı var? Şef zonasında, materik yamacında. Harda çökmə suxur qatı daha qalındır? Şef zonasında. Harda meyilli azaldığına görə çökmə suxur qatı azalır? Materik yamacında. Okean dibində ən hamar relyef forması və okean platformaları adlanan yer abissal düzənliklər. Okean dibində dərin ensiz çökəkliklər nə adlanır? Okean novları. Ən dərin yerlər əzbərləyirik. Okean dibində orta okean silsiləsində su haricisində yerləşən dərələr adlanır nə? Rift dərələri. Harda yaranır? İki okean tipi tavalarının ayrılması zonasında. Bugünkü dərsimiz də bu qədər.